Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu 2 mərtəbəli ev. 123 min manatadır. Paket kupçalı evdir, qiymətində də endirim eləyəcək ev sahibi özü. Yerləşdiyi ərazidə asfalt yol girir Üzümlüyə, Obadan. Elə oradan biraz gedən kimi Saray Marketin yanındadır. Mütləq gəlin bu evə baxın, yaxşı səliqə səhmanlı evdir. Üstü evin, bax belə qaban çıxdı, görürsünüz. Qıraqları kantlarla bəzədilib. Bir dənə həyəti də göstərək. Bax belə ağaclar üçün, güllər üçün yer əkilib. Hətta darvazanın üstünə qədər kazirok qoyulub, işıqları, qabağın asfaltlayırlar. Bax, görürsünüz, hal-hazırda asfalt işləri görülür həyətində. Bax, düz qapının ağzına qədər asfalt eləyəcəklər. Bax, görürsünüz, darvazanın ağzında bax, belə ustalar işləyir hal-hazırda. Hasarlar da, tarsofka, emusiyadır, qıraqları yenə belə şəbəkədir. İşıqlarla bəzədilib. Çox qəşəng səliqə səhmanlı evdir. Burada da kombinin yeridir. Qaz xətti zad, hər bir şey hazır vəziyyətdədir. Bura balkon kimi də belə oturmağa, hə? Həm qaraj kimi, həm də balkon kimi nəzərdə tutmuşsunuz. Qəşəng evdir. Mütləq gəlin baxın. 123 minədir qiymətində endirim olunacaq. Bu da evimizin girəcək hissəsidir. Birinci mərtəbə boydan boya istipoldur. Buradan pilləkən qalxır ikinci mərtəbəyə. Bax belə qəşəng ramkalarla bəzədilib. Burada korrektor yığılıb. Görürsünüz, istipolun korrektordur. Hazır vəziyyətdədir. Burada da yaxın paltar şkafda yığmaq üçün xüsusi yer saxlamışsınız. Deməli, hamam, tualet, mətbəx, keramikadır. Zalanma laminatdır. Məsələn, buradan elə birinci sanitar qovşağına baxaq. Bax, bütün birinci mərtəbə istipoldur, ikinci mərtəbə amma radiatordur. Bu sanitar qovşağıdır. İndi mətbəxə baxın. Bax, mətbəx mebel arası keramikası vurulub, qaz xəttinə qədər çəkilib, kanalizasiya, aspiratorun yeri, yeri polu onsuz da keramikadır. Bax, görürsünüz, belə bir mətbəxi var. Bir də mətbəxdən belə bir qapısı var. Buradan da açıb çıxırıq buradan həyətə. Evin arxasındadır, bax bu yer. Bax, görürsünüz, nə boyda ərazisi var. Bax, bu boyda əlavə burada belə bir ərazi var. Burada stol qoyub oturmaq da olar. Nə bilim, nə istəsiniz burada eləmək mümkündür. 123 minədir, Saray qəsəbəsindədir. Paket kupçalı. Buradan da qonaq otağına baxaq, yəni zala. Bax, bu da zalıdır. Görürsünüz, tam təmir olunub. Televizyon yeri burada olacaq. Burada istipoldur. Sadəcə əlavə qura bilənə radiatorda yeri qoyulub. İstəsiniz burada radiatorda asa bilərsiniz. Deməli, qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. Zəhmət olsa yaxınlaşaq ikinci mərtəbəyə. Bax, görürsünüz, qalxdığı zaman burada belə bir dekoru var. Pilləkənlər mərmərdəndir. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbə özü hamısı radiatordur. Məsələn, görürsünüz, radiatorun yeri var. Pilləkənin jalüzisi də qoyulub. Çox səliqə səhmanlı evdir. Bu ikinci mərtəbənin sanitar qovşağıdır. Bunda 2 dənə trap var, bunda duş kabinalı olacaq yəqin ki. Görürsünüz, nə boydadır ərazisi. Yataq otaqlarına baxın. Bax, bu bir yataq otağıdır. Görürsünüz, radiatorun yeri var. Bura istipol deyil. Buradan hətta balkona da çıxışı var. Bax, gəlin buradan baxaq. Bax, görürsünüz balkonu, nə qəşəng səliqəli balkonu var. Qəşəng super evdir. Gələn kimi bunu bəyənəcəksiniz mütləq. Qiyməti də elə çox baha deyil. 123 minədir. Hələ nəzərə alın ki, qiymətində endirim olunacaq. Davam eləyək. Bu bir yataq otağıdır. Görürsünüz, bütün yataq otaqları böyükdür. Burada balaca otaq yoxdur, baxın. Yataq otağıdır, bax bu gör nə boyda otaqdır, düzdür. Yataq otağı kimi nəzərə tutursunuz da. Burada televizyon qoymusunuz. Növbəti yataq otağına da baxaq. Bu da növbəti yataq otağıdır. Bax, balaca otaq sizin gözünüzə dəymədi, olmuyor. Burada balaca otaq yoxdur. Bax, bir də izah eləyirəm, zəhmət olmasa yaxınlaşaq. Deməli, bax, pilləkənlə danışıram ki, pilləkənin dəqiqliyindən görəsiniz. Saray qəsəbəsindədir bu ev. Oba Üzümlükdən girəndə Saray Marketin yanındadır. Darvazanın dağızını asfaltlayırdılar. 123 min manatadır. Qaz, su, işıq sayğacları var. Paket kupçalı evdir. Evin də kupçası var, torpağında kupçası var. Qiymətində ev sahibi özü indirim eləyəcək. Mütləq gəlin bu evə baxın. 2 mərtəbəli evdir, super evdir. Həqiqi yaraşıqlı evdir. İnşallah gəlin mütləq bu evə baxın. Sağ olun.